müharibəsində şəhid olmuş qəhrəmanlarımızın biri də İlkin İskəndərovdur. Əslən Qubadlıdan olan İlkin Cəmal oğlu İskəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Qubadlı rayonu Kavdatlıq kəndi tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətində olub. Azərbaycan ordusunun çavuşu olan İlkin İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə fəal iştirakından görə ona çavuş rütbəsi verilir. İlkin İskəndərov oktyabrın 25-də Cəbrayıl döyüşlərində zamanı şəhid olub. Sumqayıt şəhəri şəhidlərin xiyabanında dəfn edilib. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev 15-12 ay 2020-ci il tarixli sərəncamına əsasən İlkin İskəndərov ölümündən sonra Vətən uğruna medalı ilə təltif olunub. Azərbaycan Füzuli və Cəbrayıl rayonunun işğalında azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev 25-12 ay 2020-ci il tarixində sərəncamına əsasən İlkin İskəndərov ölümündən sonra Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Bu gün başımız dik, ürəyimiz qürurludur. Onlar bu torpaq üçün canlarını fəda etdilər. Ruhları şad olsun, məkanları cənnət olsun. Eller sənə qibtə edir şəhidim. Eller sənə hörmət edir şəhidim. Öz canını fəda edən vətənə, düşməninə nifrət edən şəhidim. Torpağının hər quruca daşını təmiz bilən şəhidim. Bu ölkənin bütün vətəndaşını əziz bilən şəhidim. Ata-anasını, bacı qardaşını gözünü yollarda qoyan şəhidim. Tarix yazan şəhidlərin adını bir şeirdə mən yazanda utandım. O igidlər gedib şəhid oldular. Mən sağ qaldım, sağ qalmağa utandım. Mən bir ömür yazsam belə şeirlər, yenə keçməz qalxdıqları zirvəni. Bir şəhidin bəxtin yazıb ağladım. Bəs analar necə çəkdi bu dərdi? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarşılarında baş əyirik.